Əziz Ümid Bəli. mağazadan kitab aldı. Xəttin çox pis sayılmır. Mağazadan kitab aldı. Yuxarıdakı cümləni silərsən, yuxarıdakı cümləni sil. Ümid danışa oğlum, cümləni təhlil edirsən. Aldı. Bəli. Xəbər. Bəli. Ümid. Kim? Ümid. Bəli. Aslı tərəf xəbər, əsas tərəf ümid. Nəyə görə? Xəbər. Çünki Mübtəda ən böyük, əsas. bəli, mübtəda həmişə əsas tərəfdir. Bəli. Düzdür? Aha. Nə aldı? Kitab aldı. Orada nə sualına cavab verir? Mübtəda mı yoxsa tamamlıq? Tamamlıq. Nəyə görə? Kitabı aldı. Bəli, çünki şəkil çarxda bilir. Bəli, düzdür. Oxlarla göstər. Burada Bəli. aldı əsas tərəfdir. Burada kitab aslı tərəfdir. Bəli, Tamamlıq düzdür. xəbərdən aldı. Düzdür. Tamamlıqla xəbər əlavə edildi. Düzdür. Oxun başını qoyub, oxun göstər. Ora olmaz. Oxun başı hansı hissədədirsə o əsas tərəfə keçir. Düzdür. Sonra? Sonra haradan mağazadan zəflik, Bəli. mağazadan aldı. Bəli. Zəfliklə nə əlaqə edirdi? Xəbər. Bəli, düzdür. Əziz, ümid. Burada da əziz ümiddən Sual təyindir. Nəyə görə? Əziz, Çünki necə? bəli, hansı sualına cavab verirsə, necə sualına cavab verirsə təyindir. Təyin. Təyinlə nə əlaqə edilir? Təyin mübtədən. Bəli. Mübtəda olur hansı tərəf? Yenə də Əsas tərəf. əsas tərəf. Düzgündür.